Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnar Rəhimov Tambovski. Bir narsist insan, saf insanın qəzəbini ona qarşı necə istifadə edir? Qəzəblə onu necə idarə edir? Yəni, onun öz qəzəbi ilə. Ümumiyyətlə, narsist dedikdə çox qısa keçək. Xüsusi bir saxta bir şəxsiyyət tipi və yaxud da pozuntusu nəzərdə tutulur ki, o insan inanır ki, ən qabiliyyətlisi, ən bacarıqlısı, ən yaraşıqlısı, ən haqlısı odur. Hər şeyin ən yaxşısına layiqdir. Hər kəs onun üçün çalışmalıdır. Və bundan əlavə başqa insanları maddi, mənəvi, ekonomik istismara meyillidirlər. Ya ki, bir narsist bir insandan şit zarafat edir. Təbii ki, insanın azca da olsa bir IQ-su varsa, yəni bir balaca sağduyusu varsa, yəni biraz intellektual səviyyəsi varsa, başa düşür ki, o zarafat qərəzli edilir və təbii ki, qəzəblənməyə başlayır. Davamlı ediləndə daha da qəzəblənir və yaxud da yersiz tənqidlər, belə geyinmədin, belə oturmadın, belə durmadın, bu şəkildə danışığın düzgün deyil, uyğun şəkildə baxmırsan, filan şeyə oxşuyursan, nə bilim, bu tipdən olan tənqidlər və hətta gizli təhqirlər, bu da qəzəbə səbəb olur və insan təbii ki, qəzəblənir. Qəzəblənəndə narsist qayıdır, deyir ki, mən zarafat elədim, sən inanmazdım ki, sən bu qədər buna belə reaksiya verəsən. Bu reaksiyanın özü elə bunu göstərir ki, sən normal adam deyilsən. Bax, görsən, bax, necə həyasızlaşdın, qəzəblənərək necə çirkinləşdin, bax, sənin əsl özün bax budur, bax, sən busan, görürsənmi indi özünü, daha yaxından görə bilirsənmi, kənardan görə bilirsənmi özünü, nə vəziyyətdəsən sən? Sən el arasında məni biabır eləyərsən. Sən yola gediləsi mümkün olmayan bir insansan. Səndən yaşamaq mümkün deyil, adamı boğursan. Halbuki, haqlı olaraq qəzəblənir. Ki, qəzəblənmək haradasa normaldır belə bir manipulativ davranışlara qarşı. Amma görürsünüz, qəzəb ona qarşı istifadə olunur. Və narsist bir başqa vaxt deyəcək ki, yox, sən artıq getməlisən bir psixoloqa, bir psixoterapevtə, sənin müalicəyə ehtiyacın var. Xəstəsən. Görürsünüzmü? Nəticədə bu digər saf insanda günahkarlıq duyğusu yaradır. Fikirləşir ki, nələrsə doğru eləmədi. Bir müddətdən sonra öz vəziyyətindən utanır. Bu daha da ağır bir durumdur. Günahkarlıq heç olmasa davranışdır. Nəyisə etmirsən və yaxud da etməmsən, onun günahkarlığını çəkirsən. Lakin utancaqlıq odur ki, ümumiyyətlə mən nə edirəmsə edim, hər bir şeyim yanlışdır, heç bir şeyi düz eləmirəm. Hətta zamanla başlayır narsistə haqq qazandırmaq ki, bəlkə o qədər də əslində pis niyyətli deyil. Bəlkə mən bunları bu qədər şişirdirəm. Axı, o başqalarına qarşı çox yaxşı davranır ki, gizli narsistlər xüsusilə başqalarına qarşı davranışları yaxşı olur. Deməli, mən onun nəyinəsə əsəbləşirəmsə, demək ki, problem məndədir. Və belə öz dəyəri və öz güvəni aşağı düşməyə başlayır o saf insanın. Başa düşürsünüzmü? Bütün məsələ bu şəkildə işləyir. Diqqətinizə görə minnətdaram. Sağ olun.